Həmçinin də hətta Şeyx Fovzan. Şeyx Fovzan yadınızdadırsa, o Fransada Peyğəmbər sallallahu aleyhi ve sellemi təhqir elədilər jurnalistlər. Sonra bizdə də bir dənə jurnalist İsa'nı təhqir eləmişdi. İsa aleyhisselamı. Küfürdür, şək yoxdur. Yəni Peyğəmbəri təhqir eləyən kafirdir. Lakin Şeyx Fovzana hələ sual da belə də Azərbaycandan bir dənə jurnalist o Fransada olan hadisələrə görə İsa aleyhisselamı təhqir eləyib. Şeyx əslində küfürdür. Çünki Allah və Rasulü və dini söyləyən eynidir. Kafir olur. Şeyx dedi ki, üzür gördü onu olub, dedi ki, cahildir. Cahil sözündə də işlədən olub alimlərdən. Vəssalam. Söyləyən kəsi təkfir etməmişdən qabaq üzürlərdən biri yəni cahillik deyəndə nə nəzərdə tutulur? Allaha qarşı cahil olması, yoxsa dediyi kəlməyə qarşı? Lakin ola bilər insan, məsələn, elə bir yerdə yaşayıb, cahillik olub. Məsələn, insanlara dəvət çatmayıb yaxşı, düzgün istiqamətdə və ya müəyyən bir müddət dəvət olmayıb. Cahilliklərindən elə bir hala düşüblər ki, bəzi hallarda, məsələn, nələrsə deyiblər. Heç varmayıblar o sözlərdən. Yəni, qəsdləri tamam başqa şey olub, məsələn. Necə ki, məsələn, bizdə nə qədər adətlərdə şey var, qəsdi insan elə deyil. Məsələn, tutaq ki, hərdən deyirsən ki, öz uşağı söyürsən. Söyüşdür əslində. Məsələn, tutaq ki, məsələn, köpək oğlu, məsələn. Sən qəsdin olur ki, o köpəyin oğludur, məsələn. Sadəcə, hərdən adam şirinliyindən deyir. İstəyindən. Ümumiyyətlə, mən cahil sözün, ümumiyyətlə də eşitəndə Şeyx Fovzandan dedim, bu məsələdə necə cahil ola bilər insan. Lakin, alimlər bunu qeyd edir. Özü Şeyx Fovzan bir dənə yerdə yox. Deyə bilər ki, bir dənə fətvası var. Kitab şərhləyəndə toxunur bu məsələyə. Belə fətvalarda danışıb. Dəfələrlə. Burada təbii ki, Allah söyləyəndən bir dənə gedmir ki, Peyğəmbər söyləyəndə gedir və s. Dini söyləyəndə, bunlar hamısı küfürdür, bunu söyləyən kafirdir. Lakin üzürlər var, üzürlər. Vəssalam. Söysə, Allah və Rasulun, nəinki Peyğəmbər sallallahu aleyhi ve sellem, Muhammed sallallahu aleyhi ve sellem, İsa'nı söysə Musanı, yəni şək yoxdur, kafirdir o. Müəyyən hizbi meyllilər var, hizbi fikirli adamlar olar və onlardan təsirləri kimsə ola bilsin. Yəni, bu sözləri işlədirlər. Birinci, Allah və Rasulunu söyləyən kafirdir, Allah və Rasulunu və dini söyləyən kafirdir. Və ya ahireti inkələyən kafirdir. Söhbət müəyyəndən gedir. Müəyyənə danışanda biz gərək bəyanlıyıq. Onlar bunu ayıra bilməyiblər, bu incəliyi tuta bilməyiblər. Allahı söyləyənə cahilliyi üzr ola bilərmi? Biz keçən dəfə kimi yadındadır? Dərsimizdə müəyyən müsəlman bir insanı təkfir etmək üçün dayanacaqlar dedik. Əhsən. Şurut və məvani, maniyələr və şərtlər yox. Diqqətlə qulaq asın. Sual. Allahı söyləyənə cahillik üzr ola bilərmi? Cahillik maniyəsi orada var idi. Qulaq asın. Şərti elm idi, bilməlidir, etdiyi əməl küfürdür. Maniyəsi də cahillik idi, əksi. Allahı söyləyəndə bu dayanacaq yoxdur. Cahillik, Allahı söyləyənə cahillik üzr ola bilməz. Niyə? Allahı bilməmək olar. Yəni Allahdan cahil qalmaq olar, Vaqif. Bilmədim Allah. Bu mümkün deyil bu, yox. Mümkün deyil bu. Müsəlman bilmir Allahı. Cahildir, söydü. Bilmədim. Nəyi? Allahı bilməmək mümkün deyil. Ona görə Allahı söyləyənə cahillik üzürdür şərti. Yox, Allahı söyləyənə cahillik üzür deyil. Çünki burada keçərli deyil. Bu oturmur, bu dayanacaq keçmir orada. Bizim qaldığımız rayonda insanlar Allahı söylüyor. Bunun hökmü nədir? Əuzu billah. İnsan necə Allahı söyə bilər? Alimlər hamısı icma ediblər ki, Allahı söymək küfürdür. Və heç bir ixtilaf yoxdur. Sadəcə bəzi alimlər belə təfsilat verir. Özdə Şeyx Fovzan bunu bir dəfə deməyib, cahillik, birdən cahil olar. Hətta kitabların şərhində, dərsdə, hansısa bir mövzuda danışanda, kitabını şərhləyəndə yenə toxunub, yenə deyib cahil sözün. Ona görə bu məsələdə biraz ehtiyatlı olmaq lazımdır. Ona görə çünki alimlər bəziləri mütləqən deyib və bəziləri
şərh eləyib, təfsilat verib, bəzilər nəyisə qeyd edib, bəzilər nəyisə qeyd edib. Budur, bu bir. İkincisi də, qardaşlar, bu məsələlərə sıravi qardaşların girişməyi düzgün deyil. Ona görə o birinci... Nə ki, Şeyx Süleyman Ruheyli, Şeyx və ya başqaları da, Şeyx Bin Bazda, Şeyx Hüseymində, Şeyx Albanidə, bu başqaları da hamı, hətta Şeyx Fovzan da üzr görür. Deyir, üzr var. Lakin biz dayanıb durmamışıq ki, cahillik üzrdür. Yox, sadəcə biz deyirik ki, cahillik də ola bilər üzr. Baxır halına, hansısa bir növündə məsələn. Məsələn, hətta Süleyman Ruheyli də, Şeyx Albani də o misal gətirir ki, məsələn, yaşadığı yerdə adətdir. İnsanlar bilmirlər, dərk eləmirlər nə deyirlər. Yəni, dərk eləmirlər. Hə, onda deyir, yansan olan hökmdə. Yaxşı, bu nədən irəli gəlir? Olan cahilliklərdən elə deyil. Biz deyirik, üzr var. Hansısa bir növ cahillik də ola bilər. Məsələn, necə ki, bu adət şəkli alıb, o cahilliklərindən gəldi irəli. Yoxsa elmli şəkildə bunu deyirlər. Yoxlar dərk eləmirlər, əslində deyirlər. Getdilər, biri getdi, başa düşmür, gedib Şeyx Talata deyib, Şeyx Talat da Allah'ın kömək olsun, birinci ümumiyyətlə İbn Baz məsələsini, İbn Bazın nə dəxli var bu söhbətə? Sonra Cəhmiyyədən danışdı. İndi ola bilər qulağını doldurmuşdular, o da biraz hirsli idi. Düzdür, ikinci nəsihətində biraz mülayim danışdı. Bu aralar yenə də Allahı sövmək məsələsini qaldırıblar və bir nəfər Şeyx Fovzana zəng edib və ona deməli bəzi suallar verib və Şeyx Fovzan da cavab verib. Və siz bu məsələ haqqında nə fikirləşirsiniz, nə deyə bilərsiniz? Bismillahirrahmanirrahim. Ümumiyyətlə, bilirsiniz, qardaşlar, siz görürsünüz ki, bu mənhəc söhbəti çıxandan sonra həddadilər, mumeyyilər, ümumiyyətlə, bidət əhli başladılar bunlar bir-birlərinə belə bəhsə girməyə, şübhə atmağa. Xüsusən də mənə qarşı, yəni hədəf mənəm. Hədəf də mənəm nə üçün? Çünki mən bunlara qarşı danışıram. Bunların bu batil mənhəcini ifşa eləyirəm. Düzdür, başqa qardaşlar da eləyir. Bilmirəm, nədənsə mənə hədəf əməmişəm. Qaldı ki, birinci o şeyx ki, kim ki, şeyxdir, elm tələbəsidir, ərəbdir. Şeyxə sual verir. Görsən ki, bizimkilərdən kimsə qeyb on yanına. Hələ olanda birinci dəqiqləşdirməlidir. Biz mumeyyilərində də, həddadilərində də gördük ki, bunlar gedirlər şeyxlərin yanına, danışırlar belə ümumi nəsə, deyəndə sonra yönəldirlər müəyyən adama, deyirlər ki, məsələn, filan şeyx filan kəsdən çəkindirdi, filan şeyx filan kəsdən çəkindirdi. Aydın da özünüz də şahid oldunuz ki, bu hizbi söhbətlərində getdik, xüsusən mumeyyilər barədə, getdik, yalan çıxdı hamısı. Hələ deyilmiş. Bunlar yalandan yayırdılar bunu. Birinci, o şeyxi ki, yanına gedirlər, bir adamla kifayətlənməz, dəqiqləşdirmək lazımdır. Bu bir. İkinci, Şeyx Fovzanın cahilliyi üzr görməsi Allah söhbün barədə. Bunu mən özümdən deməmişəm. İxtira eləməmişəm, böhtan atmamışam. Şeyxin deyəndə şeyxin kitablarını gətirmişəm. Dərsi şərh eləyəndə. Fətvalarını gətirmişəm, şeyx sualları cavab verəndə. Aydındır, yəni şeyxi böhtan deyil. Ki böhtan olsaydı, biz də böhtan əleyhinəyik. Bu böhtan zat deyil, şeyx bunu deyib, bu kəlməni işlədib. Başqa şeyxlər də işlədib, lakin indi burada söhbət Şeyx Fovzandan gedir. Bu iki. Üçüncü, Şeyx Fovzan birinci zapis böyle aydın deyil. Düz deyil, mən deyilişmirəm, deyəcək, zaps aydın deyil, bəhanə. Yox. Mən istəyərəm, hətta, mən istəyərəm onlardan, həddadilərdən. Gedin, hətta oturun Şeyx Fovzanla. Mən onu istəyirəm. Çünki belə olmasın da, telefon zəngi heç başa da düşürmür şeyx nə deyir orada. Başa da düşürmür, onunla danışan da təyin edir ki, budur. Belə dedi. Həmçinin də Allah bilir şeyx cahillik, üzür hansı mənada? Artıq özünüz də görürsünüz, dəfələrlə şərh də gətirmişəm bu məsələyə, aydınlığı da gətirmişəm. Lakin həddadilər qəbul eləmək istəmir. Gedin, oturun şeyx, mən razıyam Allah, gedin oturun Şeyx Fovzanla. Deyin şeyx, sən bir dənə kitabında, neçə dənə kitabında, neçə dənə fətvanda, demirsən cahil də ola bilər. Düzü, mənə təəccübləndir bu da.
Lakin bunu deyib alimlər nə ki Şeyx Fozan? Gedin oturun Şeyx Fozanla, daha telefon yoxdur, səs də gəlmir yaxşı. Hə. Problem yoxdur. Şeyxə böhtan atılmış, Şeyx bunu deyib. İndi cahillik sözü Allah bilir, bəlkə Şeyx indi tövcih eləmək lazım. Demirəm Şeyxin sözü şazdır və ya Şeyxin sözü ziddiyyatlı magistrlər kimi, doktorlar kimi və ya Şeyx yalan danışır və s. Yox. Məsələ təfsilat istəyir. Bu Şeyx bunu deyib kitabların şərhində. Onlar bir dənə yeri sadəcə oxudular. Fətvalarında deyib. Aydındır. Qoy həddadilər geçsinlər, gəl belə düşüblər bu söhbətin üstünəsə. Geçsinlər, otursunlar Şeyxlə, imkan olsa. Yazsınlar, ondan sonra deyə bilərik Şeyx. Çünki ola bilməz Şeyx zid danışsın. İstəyirlər öz addımlarını düzə çıxartsınlar. Əsas odur ki, Şeyx Fovzana böhtan atılmayıb. Bunu deyib, sadəcə məsələ təfsilat istəyir. Təfsilat istəyir. Yaxşı olar, məsələn, həddadilər geçsinlər, otursunlar ona, Şeyxlə. Elhamdülillah, heç bir problem yoxdur. Ola bilər, Şeyx qayıdıbsa, o başqa. Qayıdıbsa fikrindən, o başqa. Düzey, başqa şeyxlər də deyir, o demək məsələ bağlanacaq. Lakin söhbət gedir Şeyx Fozanla. Qayıdıbsa, elhamdülillah, xeyr. Yəni, burada insan da deyə bilər belə, sonra deyə bilər, mən qayıdıram fikrimdən. Ola bilər, nə qədər olub alimlərdən. Amma belə təşviş eləmək, necə ərəblər deyir. Yəni, söhbət eləmək, anlatmaq cəmaatı. Şeyx Fozan gördünüz burada. Necə? Şeyx Fozan bundan nə ediyordu? Şeyx Fozan burada özü deyir, cahillik üzürdür. Cahil sözünü işlədir. Cahil sözünü işlədir. Yəni, kimlər ki, alladıblar, özləri sual versinlər olaraq həddadilərə. Yaxşı, deyirsiniz belə, Şeyx Fozan deyib, baxı. Qamət özündən demədi Şeyx Fozan. Deyib, cahillik üzürdür. Şeyx Fozan kitabında, filan kitabında, şərhində, filan fətvasında, filan cavabda. Bundan nə eləyir? Onda ziddiyyatdır. Qoy həddadilər özləri cavab versinlər. Sonuncu sualımda deyilir ki, Allahı və ya Rəsulunu söyən kimsənin hökmü nədir? Onun küfrünün qəsdən və qəlbən olub-olmadığına baxırıqmı? Yoxsa onun küfrü sadəcə deyilən bir söz olub, qəlbindən olmuyor? Əgər o ağlı başında olan və nə dediyini bilən biridirsə, onun üçün heç bir üzr yoxdur. Ona mühtəd hökmü verilir və küfrünə hökm edilir. Ona Allaha tövbə etmək və buna tələsmək vacibdir. Amma əgər ağlı yerində deyilsə, danışdığı anda ağlı yerində deyilsə, bu məsul tutulmur. Çünki onun bunda qəsdi yoxdur. Bəli. Allah sizi müvəffəq etsin. Sual verən deyir, kitab mağazalarında satılan bir kitab tapdım. Onun adı Əl-İlmam fi Şərhi Nəvaqid Əl-İslamdır. Deyir, müəllif bu kitabda belə qərara gəlmişdir ki, cəhalət üzrü küfrə səbəb olan bütün əməllərdə ümumidir. Həmçinin Allahdan başqasına ibadət edən müşrik, əgər özünü İslama nisbət edirsə və şəhadət kəlməsini söyləyən kimsələrdəndirsə, bu irca, mürciəlikdir. Bu oxunmuşdur və onun ircalıq kitabı olduğunu başa düşmüşük və o isə Şeyxülislamın zikr etdiyi İslamı pozan amillərə müxalifdir. O, zənn edir ki, şərh edir. Halbuki o, şeyxə rəddiyə verir, şeyxə etiraz edir. Xeyr, bu kitabın müsadirə edilməsi vacibdir və ona aldanmaq olmaz. Bəli. Və zikr edir ki, möhtərəm müfti Şeyx Əbdüləziz bin Abdullah Ələş-Şeyxdən, Allah onu qorusun, onun barəsində soruşuldu. O isə Əl-Reys haqqında belə dedi. Onda şiddətli ircalıq var. Eyni zamanda belə demişdir. O ircadır. Onda nə bir xeyir, nə də bir fayda var. O eyni zamanda Reisin Qavaid və Məsail fi Tövhidil Uluhiyyə adlı kitabı haqqında belə demişdir. Bu irca kitabıdır. Yararlı deyil. Və Reisim haqqında yalancıdır demişdir. Şeyx atamız Salih Əl-Fovzandan, Allah onu qorusun, soruşuldu. Reisin Qavaid və Məsail fi Tövhidil Uluhiyyə adlı kitabı haqqında soruşulduqda belə demişdir. Bu boş və cəhalətlə dolu bir kitabdır. Bu da özünü alim kimi göstərənlərdəndir. Və Salih Əl-Fovzan Ər-Reisin Əl-İlmam adlı kitabı haqqında belə demişdir. Bu irca kitabıdır. Onun müsadirə edilməsi vacibdir. Ona aldanmaq olmaz. Və Ər-Reis, Şeyx Salih Əl-Fovzanın rübubiyyət və uluhiyyət şirkinə düşənləri üzürlü saydığı, bununla onları təkfir etmədiyini iddia etdiyi barədə şeyxə yalan istinad etdikdə, Şeyx Salih Əl-Fovzan dedi, o yalancıdır. Ər-Reis, Şeyx Salih Əl-Fovzan Allahı söyəni üzürlü sayır dedikdə isə, Şeyx Salih Əl-Fovzan dedi, bu mürciyədir, onu bir şey hesab etməyin.